2026-cı ilə kimi Sadatlı kənd ümumi orta məktəbinin direktor vəzifəsi gizlənilir. Yoxlamalardan biri dedi ki, biz kağızı doldurmalıyıq. Bu əsəbdən, stressdən mən pis günə düşmüşəm. Bu dəqiqənin özündə də dərman qəbul edirəm. Axı mən korrupsiya deyirəm, vermişəm, 50 manat vermişəm, 80 manat vermişəm, 100 manat vermişəm, bəli vermişəm. Belə böyük pullar vermədiyə görə səni ilişdiribdir. Yəni bu söhbət də oldu. 19-20 xəstə uşaq olub məktəbdə. Qeyri-qanuni, adı olubdu, özü olub. 420 yerli məktəbdə 1900 nəfər şagird olubdu. Bu necə olur? Sistemi açıb, 3 saniyəlik sistemi açıb, müəllim var, atıblar hansısa bir məktəbə. Bu necə olub? Mən Bağış Şovervin İmranoğlu 1986-cı ildə Cəlilabad rayonu Şabanlı kəndində anadan olmuşam. Universitetə qəbul olub, universiteti bitirəndən sonra 2012-ci ildə müəllimlərin işə qəbulu imtahanında 35 sualdan 31-in cavablandırıb Cəlilabad rayonu Sadatlı kənd ümumi orta məktəbinə tarix müəllim kimi qəbul olunmuşam. 2018-ci ildə mən dərs hissə müdiri kimi təyin olunmuşam, təlim tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşam. Və 2024-cü ildə bizim məktəbin direktorunun yaş həddinin tamamlığı ilə əlaqədar işdən çıxdığı üçün 2024-cü ildən 2026-cı ilə kimi olan direktor səlahiyyəti mənə verilibdir. Yəni burada təkcə mən direktor səlahiyyəti yox, müavin vəzifəsində daşımışam, müəllimlik də eləmişəm. Kitabxanada kitabxanaçı olmadığı üçün kitabların daşınması, başqa məktəblərdən gətirilməsi, öz vəsaitim hesabına məktəblərə kitab çap elətdirib uşaqlara paylanması. Eyni zamanda məktəbin qapısızı yox idi, darvazası 1000 manata yaxın onun darvazasına pul vermişəm. Mən yəni belə eyni bir zamanda bir neçə işi yerinə yetirməli olmuşam. Yerinə yetirməli olmuşam və məsuliyyətlə də yerinə yetirmişəm. Problem nə vaxtdan başladı? Siz təhsil sektoru ilə sizin aranızda problem nə vaxtdan başladı və mənbə nə idi? Və sizi hansı işlərə məcbur edirdi, hansı sənədlərin imzalanmasına məcbur edirdi sizi? Və onunla da sonradan artıq sizi təhdid eləməyə başlayır. Problem o vaxtdan başladı. Çünki mən təkcə direktorun sənədlərini yox, direktor müavinində sənədlərini işləməli idim, jurnalları yoxlamalı idim, dərs keçməli idim. Məktəbə məsələn deyim, oktyabr ayından aprel ayına kimi salyarka verilirdi. Məsələn, tutaq ki, ton yarım verilirdi, mənə bir gün vaxt verirdilər. Neçə dəfə müraciət eləmişəm, maşın verin, ya vəsait verin, eşitdiyimə, bildiyimə görə vəsait ayrılırdı, onu da vermirdilər, maşın verin, salyarkanı gətirin, vermirdilər. Və mən öz köhnə maşın kreditlə götürdüyüm 07 ilə alara hər gün gecə saat 3-də, 4-də gedirdim, səhər tezdən məktəbə salyarka çatdıra bilim. Yəni problem buradan. Yəni bu çatışmazlıq mənim məktəbimdə, bəzi jurnallarda çatışmazlıq buradan yaranıbdı. Mən özüm də neçə dəfə müraciət eləmişəm ki, direktor səlahiyyətini apara bilmirəm. Apara bilmirəm. Bura direktor verin. Çünki 2024-dən 2026-cı ilə kimi Sadatlı kənd ümumi orta məktəbinin direktor vəzifəsi gizlənilibdir. Yəni göstərilməyibdir. Və bunu deyəndə nə deyirdi sektor müdürü? Nə deyirdi? Bax siz bu deyirdi ki, gözlə, hələ səbirli ol, olacaq, səbirli olacaq. Axır iyul ayının 9-unda, bu il iyul ayının 9-unda regionaldan yoxlama gəldi. Regionaldan yoxlama, halbuki həmin yoxlama bir neçə məktəblərə gedibdi. Məktəblərin qapısı bağlı olubdu. Yəni heç nə müəllim olmayıb, nə şagird olmayıb, nə halbuki biz orada. Bu nə vaxtda təsadüf edir bu yoxlamalar? İyul ayının 9-u. 2026-cı il iyul ayının 9-unda yoxlama gəldi. Yoxlama gəldi dedi, biz regionaldan gəlmişik. Hətta mənə maraqlı gələn o idi ki, mən orada bildim ki, bunlar qərəzli gəlibdi. Yoxlamalardan biri dedi ki, biz kağızı doldurmalıyıq. Hətta orada kitabxanaya uşaqlardan kitabları almışdım. Yığmışdım kitabxanada yerə. Yerə nətər miz yoxdur da, miz verilməyibdi. Yerə yığmışdım. Yerdə təmiz pol taxta idi. Kitablardan biri qırağa düşmüşdü. Yoxlamanın biri dedi ki, o kitabı da qeyd eləyək, o yerimizdə olsun ki, bunun bu qüsuru da var. O formada gəldi, yoxlama bitdi, təxminən 5-6 saat çəkdi. Mən də onlara öz fikrimi dedim ki, mən tək başına bu qədər işi görə bilmirəm, çətindir mənim üçün. Onlar da etiraf elədi, dedi, düz deyirsən bana. Dedi, ancaq bizlik deyil, bizi buraya göndərən var. Sonra məni bir neçə dəfə İlkin Zeynalov çağırdı, Cəlilabad rayon təhsil sektorunun müdürü. Məni təhdid elədi, sən prokuraturaya düşəcəksən, sən məhkəməyə verəcəksən. Hansı faktlara əsas gətirdi? Faktı əsas gətirdi ki, sən jurnalda yazılmayan bölmələr var. Mən də o faktı cavablandırdım ki, sonra başqa bir fakt kimya dərsini veribsən informatika müəllimə. Bəli,
kimya dərsi informatika müəllimi öz təqdimatı ilə, təqdimatını da özünə göstərmişəm. Yuxarıda özü qeyd edib təqdimatı, aşağıda isə inspektor Rəxşəndə Qasımova təsdiqləyib, mən də vermişəm mühasibatlığa. Yəni bunu bir neçə dəfə özünə də göstərmişəm, bu söhbəti fırladıbdı. Yəni güya ki bu görməzdən gəlibdi. Demişəm ki, yəni sən bunu sən özün. Hətta deyir ki, mənə şey eləyir ki, güya ki sən müəllimlərdən pul alıbsan. Müəllimlərdən pul alan bir müəllim, əgər mən pul almışamsa, nətər olur ki, mən gedib məktəbin darvazasına 1000 manata yaxın pul verirəm. Elə müəllimlərdən pul alan müəllim bunu eləməz. Cəmi mənə direktor səlahiyyətinə görə 300 manat pul verirsiniz. 300 manatın müqabilində 300-dən yuxarı iş tələb eləyirsiniz məndən. Mən də demişəm ki, icra eləyə bilmirəm, çətindir. Uzadıblar, gətiriblər. Onda mən elə hesab eləyirəm ki, bunlar məqsəd yönlü şəkildə bu hərəkət eləyiblər, məni qurban verməkdən ötürü. Mən direktor səlahiyyəti mənim əlimdən alınsın da, mənim direktor mavini səlahiyyətim nə üçün mənim əlimdən alınmalıdır? Elvin müəllim, bundan başqa siz orada pensiya yaşı çatmış, təqaüdə göndəriləcək müəllimlə bağlı da bir iddialarınız var. Bəli. O necə olub? Həmin hadisə necə baş verib? 2025-ci il noyabr ayında dil ədəbiyyat müəllimimizin yaşı tamam olubdu. Onun yaş müddəti uzadılıbdı. 400 manat pul vermişəm. 400 manat pul vermişəm. Nə üçün verilib həmin o 400 manat? Yəni yaşının uzadılmasına görə. Yəni vəzifədə bir il müddət ərzində? Bəli, ilin sonuna kimi qalmaq üçün. İlin sonuna kimi qalmaqdan ötürü kimə vermisiniz o pul? Orada Rəxşəndə Qasımovaya vermişəm. Vermişəm, o da dedi ki, İlkinə çatacaq. İlkin Zeynalova çatacaq. Bu belə. Sonra məni çox təhdid eləyibdi. Mənim evdə 2 dənə xəstə uşağım var. Anam xəstədir. O xəstəlikdən sonra bu məni prokuraturaya, məhkəməyə vermək, bu korrupsiya, mən hətta fikirləşirəm ki, mən korrupsiya yol verəcək hansı hərəkəti eləmişəm. Mən bu əsəbdən, stressdən mən pis günə düşmüşəm. Bu dəqiqənin özündə də dərman qəbul edirəm. Axı mən korrupsiyaner deyirəm. Korrupsiyaner axtarı isənsə, sənin məktəblərində, rayon məktəblərində minlərlə, milyonlarla korrupsiyaner tapmaq olar. Və aylıq bizdə olan məlumata görə müəyyən məbləğlər də tələb olunur. Bəli, vermişəm. Aylıq vermişəm, 50 manat vermişəm, 80 manat vermişəm, 100 manat vermişəm. Bəli, vermişəm. Orada kim qəbul eləyirdi bunu? Rəxşəndə Qasımova. Bildirirdi ki, bu sektora çatacaq. Bəli, bir sektora çatacaq. Sektora çatacaq. Yəni sonra da mən eşitdiyimə görə dedilər ki, sən belə böyük pullar vermədiyə görə səni ilişdiribdi. Yəni bu söhbət də oldu. Yəni mənim vəziyyətim, mən buradan bütün efir vasitəsilə cənab prezidentə, dövlət başçısına, Təhsil Nazirliyinə müraciət eləyirəm ki, yəni məni belə bir vəziyyətə salıblar. Özüm 2012-ci ildən gedib cəmaatdan da, kəndin cəmaatından da soruşa bilərlər ki, mən təhsilə nə qədər xidmət göstərmişəm, nə qədər uşaq hazırlaşdırmışam, pulsuz, parasız. Nə qədər uşağı ilə getsin, maraqlansınlar, gör mənim haqqımda nələr deyəcəklər. Niyə mənim direktor səlahiyyətimi əlimdən alırsan? Hə, al da. Mən özüm zaten onu deyirdim ki, işləmək istəmirəm. Mənim müavinliyimi nə üçün əlimdən alıbsan? Mən cəmi indi 400 manat maaşa, 1000 manatdan yuxarı krediti, evdə 2 xəstə uşaq, anam şəkər, vəziyyəti ağırdır. Bu söhbətlərdən sonra xərçəng xəstəliyinə tutuldu. Yəni buna İlkin Zeynalov necə cavab verəcək? Necə cavab verə bilər buna mən üçün? Tək mənə bilirdi ki, mənə arxan yoxdur. Deydim ki, arxa yoxdur, dövlətin rəhbəri var, dövlətin böyüyü var. Yəni bunlar bilsə, bu söhbət oraya gedib çıxsa, eşitsələr səni belə qoymazlar. Korrupsiya istəyirsən, korrupsiya sənin istənilən məktəblər var. İndi adını çəkməyəm, deyəcəyəm, biləcəklər hansı. 19-20 xəstə uşaq olub məktəbdə. Qeyri-qanuni, adı olubdu, özü olmayıbdı. 420 yerlik məktəbdə, 420 yerlik məktəbdə 1009 nəfər şagird olubdu. Bu necə olur? Sistemi açıb, 3 saniyəlik sistemi açıb, müəllim var, atıblar hansısa bir məktəbə. Bu necə olubdu? Sektor tərəfindən olubdu. Bəli, sistem kimsə tərəfindən açıla bilər. Bunlar eləyibdi. Amma gəlib məni günahlandırır. Məni çağırıblar regionda da hədə qorxu gəlirlər, səni korrupsiya verəcək. Mən korrupsiya eləyəcək. Niyə görə insanı, niyə görə müəllimi dərs keçməkdən, işləməkdən iyrəndirirlər bunlar? Mən nə yemişəm, nə almışam, mən bir dənə köhnə maşındır, amma baxanda gündə bir maşın dəyişir. Şəhərdə evləri var. Bu hardan gəlibdir? Mən korrupsiyanerəmsə, onda siz kimsiniz? Bax bu, mənim bu vəziyyətə, mən də cənab prezidentdən, dövlət başçısından xahiş eləyəm, Mehriban xanım Əliyevadan xahiş eləyəm, mənim işə bərpa olunmağıma köməklik göstərsinlər. Yəni mən haqsız yerə, mən demirəm çatışmazlıqlar olubdu, çatışmazlıqların da səbəbi eyni zamanda mənə bir neçə işin tapşırılması. Niyə direktor yeri gizlənibdi? Niyə məndən deməyib ki, direktor olsun, mən mavin kimi, mən işimi görüm, görə bilməsəm, bəli, töhmət, nəinki töhmət, nəinki şiddətli töhmət, belə lap korrupsiya hara verə bilək versin.
Mən çatdırmamışam bunu. Mən uşaqların ardıcan düşüm kəndə, uşaqların ardıcan düşmüşəm, məktəb boş qalıbdı. Ən azı siz direktor vəzifəsini icra edirdiniz. Siz direktor vəzifəsini icra etməkdən uzaqlaşdırıb sizin mavin kimi qalmanızı təmin edə bilərdi. Mavin kimi qala. Bəs mavin kimi sizi vəzifədən kənarlaşdırmaqda nə səbəb qoydular? Çünki bu bütün işlərə həm direktor kimi, həm mavin kimi, həm müəllim kimi hamısına nəzarət eləməlisən. Və deyəm bunu mən çatdıra bilmirəm axı bir insana dövlət buna hamısına pul ayırır. Dövlət buna pul ayırırsa, bu bir insana bir dənə iş tapşırırlar. Da 5 dənə işi sən tapşır. Mən başqa açıq deyim, məktəbin kitabxanası rayondan sektordan kitabxana işlərinə baxan mənə zəng eləyir. Kitablar gəlməli, yığılmalıdır. Digər maddi texniki işlər, belə deyək də məktəbə gələn müxtəlif təmizləyici vasitələri daşımalıyam. Mən bu məktəbi boş qoyub nətər getməliyəm? Yəni məktəbdə bir nəfər, məktəbdə müəllimlər də öz dərsində. Məktəb boş qalırdı. Və o müddətdə istənilən, məsəl üçün tutaq ki, mən nəyisə gətirməyə gedirəmsə, bəli, istənilən neqativ hallar olacaq. Sən mənə öz işimi tapşır, mavinli işimi tapşır, sabah gəl, yoxlamanı apar. Mənim hər hansı bir qüsurum olsa, cəzalandırmasını da deyəcəyim ki, sən iş görən deyirsən. Bəli, korrupsiyada verə bilərsən, məhkəməyə də verə bilərsən, prokuraturaya da. Sən məni gündə çağırıb niyə görə prokuratura ilə, məhkəmə ilə qorxusursan? Sən bilmirsən ki, yəni məni intihar həddinə çatdırdı bu adam. Son həddinə, özünə də dedim, sən məni intihar həddinə çatdırırsan. Mən Bakıya prezident aparatının qarşısına gedirdim. Sadəcə burada dedilər ki, rəhbərlik var da, rayon rəhbəri var, prezident tərəfindən təyin olmuş nümayəndə var. Mən dedim, bəli, mən cənab Rafiq Cəllovun qəbuluna gedəcəyəm. Və bu sadalanan faktlarla bağlı bizdə olan məlumata görə artıq rayon prokurorluğunda artıq araşdırmalar başlandı. Bununla bağlı siz rəsmi müraciət eləmiş sonra və yaxud sizin izahatınız alınmı bununla bağlı? Rəsmi müraciət hazırdır, eləyəcəm. Bəli, eləyəcəm. Yəni mən bu haqsızlığa dözə bilmərəm. Yəni sırf haqsızlığa da. Mən bu dəqiqə əsəb xəstəsiyəm. Mənim evimdə 2 dənə körpəm xəstə, mənim anam xəstə, çətin vəziyyətdəyik. Bu nə deməkdir? Axı sən mənim başıma bu oyunu niyə açırsan? Mən cəmi bu dəqiqə 400 manat maaşa işləyirəm. Və mavin yoxdur orada, direktor. Halbuki indi bu dəqiqədə heç kimdə direktor getmək, bunların zülmündən direktor işləmək istəmir. Çünki bilir ki, sabah bunlara da başına bu oyunu açacaqlar. Analoji vəziyyət bizdə olan məlumata görə digər direktorların da başına gətirilib rayonda. Bəli, ona yaxın direktor. Bəli. Yəni yoxlama ümumi rayon səviyyəsində, məsələn, bütün məktəblərdə getsəydi, kimdə, məsəl üçün dediyim, böyük bir iradə olana töhmətlə canını qurtarır. Ucqar bir kənddə bu qədər işi görən müəllimi işdən azad edirlər. Yəni bu ədalətsizlikdir. Mən xahiş edirəm cənab prezidentdən, xahiş edirəm Mehriban xanımdan, xahiş edirəm mənim işimə obyektiv yanaşın.